Bazarlarda mövsümi dəyişikliklərə uyğun olaraq qiymətlər daim yenilənir. Yeni məhsulların yetişdirilməsi və satışa çıxarılması ilə birlikdə qiymətlərdə həm azalma, həm də çoxalma müşahidə olunur. Bəs qiymət dinamikası necə dəyişir? Bunu öyrənmək üçün Nizami rayonunda yerləşən 8-ci kilometr bazarındayıq. Mövsümi dəyişikliklər kənd təsərrüfatı məhsullarının qiymətinə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu il əlverişsiz hava şəraiti və məhsuldarlığın azalması meyvə-tərəvəz bazarında qiymətlərin ötən illərlə müqayisədə daha yüksək olmasına səbəb olub. Təklifin azalması bazarlarda məhsul çeşidinə də təsir göstərib. Nəticədə bəzi məhsulların qiymətində nəzərə çarpacaq bahalaşma müşahidə olunub. Mövzu ilə bağlı satıcıların fikirlərini öyrəndik. Onların sözlərinə görə havanın yağıntılı keçməsi bazara daxil olan məhsulların həcminə təsir edib. Mövsümi dəyişikliklərlə bağlı qiymət dinamikası necə dəyişir? Qiymətlər fərqlidir. Yəni günü-gündən hava isti olan müddət ərzində qiymətlər stabil olur, eyni qiymət olur. Hava pis olduğu zaman amma qiymətlər biraz bahalaşma olur. O da gələn müştərilərin 90%-i qiymətlərlə bağlı narazıdır, açığı. Çünki hər şey bahadır. Gələ meyvələr həddindən artıq bahadır bu il. Malinadır, smarodinalardır, yejevika, böğürtən. Bunlar hamısı bahadır bu il. Qalan meyvələr amma qiymətinə görə yaxşıdır. Almadır, armuddur, təzə çıxdığına görə qiymətləri ucuzdur. 50-60 qəpikdən başlayır. 1 manat, 1 manat 50 qəpik arası dəyişir. Qarpız ümumiyyətcə bu il həddən artıq baha oldu. Yəni 80 qəpik, 90 qəpikdən aşağı qarpız yoxdur. Marketlərdə Vasmoydan, bazardan ucuzdur. Marketlərdə 35-40 qəpik endirimlə olur arazlıqda. Bazarda amma hal-hazırda bahadır. Hər ildə məsəl üçün bu vaxt qarpız 60-70 qəpik olardı. Bu il məsəl üçün 70-80 qəpikdir. Yəni bunun da səbəbi odur ki, yaz aylarında yağışlar dolu yağdığına görə bütün meyvə tərəvəzlərin hamısına yəni ziyan vurdu da. Onun üçün məhsul az oldu. Məhsul az olduğuna görə də qiymət biraz ildəkindən nisbətən bahadır. Qiymət düzdür ildəkindən bahadır, amma alıcılar da mövsümü olduğuna görə alıb yeyirlər. Yəni məcbur da olsa alıb yeyirlər. Alıcılar qiymətlərdən narazıdırlar, razılıqları yoxdur. Bölgəndə ən çox qiymət artışı çoxdur. Külək və yağışlara görə bölgələrin miqdarları azalır və yetişməyinə əsasən qiymətləri düşür. Və kənd alıcıları, məsəl üçün kənd yığıcıları falan da əziyyət çəkirlər. Bölgən yığmaqda bildiyiniz kimi də çox çətindir. Əvvəllər məsəl üçün keçən ilə baxanda, keçən sezonda keçənlərin yağış və külək az olduğuna görə bölgənin sayı artıqdan məsəl üçün normaldan artıq idi. Ona görə qiymətlər normaldan əsasən aşağı idi. İndi 4-dəsi keçənlərin 3 olub. Alıcılar da mövsümi məhsulların qiymətlərinin yüksək olduğunu bildirirlər. Onların sözlərinə görə bəzi məhsulların bahalaşması gündəlik alış-veriş zamanı hiss olunur. Hansı meyvə tərəvəzin qiymətində artım və yaxud da azalma müşahidə edirsiniz? Vallahi çorlu smarodinadır, qırmızı, qarası heç dəyişilmir qiyməti. Dedikləri qiymətə verirlər. Düşmür qiyməti. Gilaslı vişnədir. Bütün mövsüm zamanı hələ 4 manat, 3 manat, 4 manat, 3 manat. 2 manata da o zibilliyə atılanları verilir, o da alınası deyil. Qiymət dinamikasında belə bir fərq yoxdur. Sadəcə hava şəraitinə əlaqədar olaraq meyvənin özünün qıtlığı vardır. Ona görə də meyvənin qıtlığı olduğuna görə, yəni az olduğuna görə qiymətlərə təsir edir. Yəni müəyyən qədər təsir edir. Yəni meyvə sorta az olduğuna görə, çeşid az olduğuna görə, o da ki hava ilə əlaqədar olduğuna görə meyvə müəyyən qədər azdır bazarda. Yaxşıdır, fındıqdır, zaddır, nə bilim, belə mövsümə aid olan pomidordur. Bunlar münasibdir. İndi o bəzi şeylər var, o ərikdir, zaddır, mövsümü qutarıb onlar 6-7 manat. Əlbəttə ki, ona yəni onlar bahadır. Hə? Belə amma mövsümə aid indi pomidordur, xiyardır, sonra bibardır. Bunlar mövsümə uyğun qiymətlə yaxşıdır. Fındıqdır. 1,52 manatdır da bu. Hazırda piştaxtalarda müşahidə olunan orta satış qiymətləri belədir. Qarpız kilosu 70-80 qəpik arası, yemiş kilosu 1 manat. Qırmızı qarağat kilosu 5-6 manat arası, qara qarağat kilosu 8-9 manat arası, çiyələk kilosu 2 manat 2 manat 50 qəpik arası, böyürtkən kilosu 3 manat 50 qəpik 4 manat arası, zoğal kilosu 2 manat 50 qəpik 3 manat arası, göyəm kilosu 50 qəpik 1 manat arası, alma və armud kilosu 50 qəpik 2 manat arası, şaftalı kilosu 50 qəpik 5 manat arası, albalı kilosu 4
manat, gilas kilosu 6-10 manat arası, üzüm kilosu 1 manat 2 manat arası, pomidor kilosu 70 qəpik 1 manat 50 qəpik arası, xiyar kilosu 80 qəpik 1 manat arası, qarğıdalı bir ədədi 30 qəpik 40 qəpik arası, badımcan kilosu 80 qəpik 1 manat arası, kartof kilosu 70 qəpik 1 manat arası, soğan kilosu 35 qəpik 40 qəpik arası, göyərti dəstəsi 20 qəpik. Nəticə olaraq hava şəraiti, məhsuldarlıq və daşınma xərcləri qiymətlərin formalaşmasına təsir edən əsas amillər olaraq qalır. Hazırda isə alıcılar bazarlıq edərkən daha çox qiymət və keyfiyyət balansını nəzərə almağa çalışırlar. Aksana Orucova, Nadir İbrahimli, First News Az.